Salam, gününüz aydın müəllimlərim. Lider TV-də sizin səhət proqramı öz işinə başlayır. Studiyamızın qonaqları Dr. Can Polat Klinikanın rəhbər müavini, terapevt androloq, Ukrayna Androloqlar Assosiasiyasının üzvü Hidayət Mustafayevdir. Gününüz aydın. Salam, xoş gəlmişsiniz doktor. Və Dr. Can Polat Klinikanın rəhbər müavini, uroloq androloq, Avropa Ukrayna Androloqlar Assosiasiyasının üzvü, həmçinin Ukraynanın tibb elmləri namizədi Elnur Hüseynovdur. Hər vaxtınız xeyir olsun, xoş gəlmişsiniz doktor. Və bugünkü mövzumuz bu bir saat ərzində həkimlərimiz sizə xroniki prostatitlərdən və kişi sonsuzluğundan məlumat verəcəklər müəllimlərim. Amma mən mövzumuza keçid almamışdan öncə qısa bir klinika haqqında məlumat verəcəm sizə. Hər zaman olduğu kimi Dr. Can Polat Klinikası hələ ki Təzə Bazarın arxasında yerləşən binada öz pasiyentlərini qəbul etməkdədir. Amma növbəti aydan, gələn aydan, növbəti həftələrdə biz yeni binaya, yəni biz deyəndə Dr. Can Polat Klinikası yeni binaya keçir. Keçmiş Razin qəsəbəsinə, Bakıxanov qəsəbəsində öz pasiyentlərini qəbul edəcək. Razin Talçukası ilə üzbəyüz gözəl, möhtəşəm bir binada bütün pasiyentlərin xidmətində olacaq və klinika haqqında ətraflı məlumat əldə etmək üçün drcanpolat.az saytından bunu edə bilərsiniz və yaxud da Facebook səhifələrini bəyənə bilərsiniz müəllimlərim. Telefon nömrələri xatırladım sizə 012 428 33 43 012 428 33 53. Məhz bu telefon nömrələrə zəng edib daha ətraflı məlumatı əldə edə bilərsiniz. Klinikanın telefon anonim xidməti var. Əgər siz 050 və 051 abunəçilərisinizsə 6929 yığarıq anonim qalıb Dr. Can Polatla sağlamlığınızda olan problemlərini bölüşəcəksiniz. Bilərsiniz. Problemlərimiz hansı xarakterdə ola bilər? Əgər sizdə kişi zəifliyi varsa, sonsuzluqdan əziyyət çəkirsinizsə, hər hansı bir infeksion xəstəliyi varsa və siz utanırsınız, klinikaya müraciət edə bilmirsiniz və yaxud toy gecəsi uğursuzluğu olub, toya hazırlaşırsınız, hər hansı bir həyəcanınız var, psixoloji dəstəyə belə ehtiyacınız varsa, Dr. Can Polada siz etibar edə bilərsiniz müəllimlərim. Bir də xatırladıram 6929 yığıb Dr. Can Polatla bölüşə bilərsiniz. Hidayət doktor, hansısa bir məlumat var ki, mən onu söyləmədim. Ola bilsin ki, nəyəsə unutmuşam. Ya da ki, əlavə varsa buyurun əlavənizi edin. Klinikanın növbəti, yəni keçiş yerində əlbəttə ki, orada xidmətlərin keyfiyyət daha da yüksələcək. Eyni zamanda bəzi əlavə xidmətlərin yaradılması haqqında biz orada düşünürük. İnşallah. Və bütün bunlardan əlavə, yəni orada gələn pasiyentlərin rahat olsun, hər bir şərait yaradılıb və klinika Fəthiyev küçəsi 68-də yerləşir. Ona görə də buyursunlar, yəni hələlik ki, köhnə yerimizdə, sonra da lazım olduğu yəni biz deyəcəyik, artıq yəni təzə yerdə xəstələrin qulluğunda hazırıq. Amma ən əsası inanıram ki, həkim qəbulu olacaq yenə də pulsuz və endirimlər müayinələrdə hər zaman olduğu kimi davam edəcək. Bunun üçün sizə və təbii ki, klinikanızın rəhbərinə efir vasitəsilə təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, bu qədər bizim pasiyentlərimizi hər zaman düşünürsünüz və bu cür yüksək səviyyədə xidmət göstərirsiniz. Buyurun, mövzumuza keçid alaq zəhmət olmasam. Deməli, bugünkü mövzumuz çox maraqlı və maraqlı olduğu qədər də problemi bir mövzudur. Ona görə ki, xroniki prostatit haqqında danışanda bunu həmişə belə fikirləşək, bu kişilərə məxsusdur və bu problemi. Amma başa düşülməlidir, əgər kişidə və yaxud da qadında bir problem varsa, bu artıq ailənin problemidir. Hər bir məsələnin yaranmasında, kökündə o cəmiyyətə verdiyi, onun ziyan, eyni zamanda insan orqazmə törətdiyi, yəni fəsadlar düşünülməlidir. Və xroniki prostatit ümumiyyətlə biz dedikdə, yəni bu sözün köhnə məfhumdan qaldığı üçün artıq son dövrdə bu öz mənasını bir qədər itirmiş olur. Çünki xroniki prostatit tək iltihabı prosesinə bağlı olan bir xəstəlik deyil. Bu eyni zamanda oturaq həyat tərzindən, eyni zamanda bəzi travmalardan, eyni zamanda bəzi funksional pozğunluqlardan da yarana bilən bir xəstəlikdir. Ona görə də burada sözün hərfi mənasında, xroniki prostatit mənasında bu sözün işlənməsi artıq öz mənasını itirib. Lakin buna baxmayaraq bu termin kimi qalır və eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı bunu bu formada qəbul edir. Ona görə də dediyim kimi, yəni xroniki prostatit əvvəlcə başlarında əlbəttə iltihabı prosesin son nəticəsi kimi onun fəsadları araşdırılırdı. Lakin son dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi təsnifata görə xroniki prostatitin 4 forması müəyyənləşir ki, bunun da əvvəlki 3 forması infeksiyon prosesinə bağlı olsa belə, 4-cü forma artıq infeksiyadan kənar, yəni durğunluqla qan dövranının pozulmasına və eyni zamanda orada olan proseslərin daha çox iltihabla xarakteri olmamasına bağlı olan bir formadır.
Ona görə də xroniki prostatin yaranmasında həm infeksion proses, həm də infeksiyanın kənar prosesdə deməli iştirak edir. Və ümumiyyətcə xroniki prostatit ümumiyyətcə kişiləri narahat edən bir problem nədən yaranır? Və burada əlbəttə ki, prostat əlbəttə çəkidə çox kiçik bir orqandır. Harasa 25-30 qrama qədər bunun çəkisi var. Eyni zamanda şabalda bəzən bir orqan olur. Bunun yəni həcmdə çox kiçik bir orqandır. Amma bunun daşıdığı funksiyalar o qədər çoxdur ki, orqanizmdə o qədər funksiyalar yerinə yetirir ki, hətta deməli prostata kişilərin ikinci ürəyi deyirlər. Ona görə ki, bunun birincisi qanla qidalaması digər orqanlardan qat-qat artıqdır. Eyni zamanda burada kiçik çanağın mərkəzi hissəsində yerləşdiyi üçün kiçik çanağın ətraf orqanlarına bunun təsiri var. Eyni zamanda ümumi qan dövranı və limfa sistemi ilə bütün orqanizmə birləşdiyi üçün ümumi orqanizmin idarə olunmasında, ümumi orqanizmin deməli öz funksiyasını yerinə yetirməsində prostatın çox böyük rolu var. Və xroniki prostatit yarananda əlbəttə ki, burada dediyimiz kimi ən çox infeksiyon prosesi, yəni üstünlüyü təşkil edir və infeksiyon prosesin düşməsi nəticəsində prostatda yaranan demək pozğunlar artıq prostatin yaranması üçün şərait yaradır və burada xəstələr özünü narahat edir. Və bu narahatçılığı törədən səbəblərdən əsas deməli CD ifrazının pozulması, cinsi fəaliyyətin pozulması, eyni zamanda ağrının olması və bundan başqa xəstələrdə funksional dəyişiklik kimi mərkəzi sinir sistemində və itativ sinir sistemində, eyni zamanda ürək qan damar sistemində, mədə bağırsaq sistemində olan proseslər artıq dəyişilməyə doğru gedir ki, bütün bunların hər birisi eyni zamanda hərəkət dayaksında baş verən ağrıların olması, çünki bilirsiniz, yəni prostatit, yəni prostat yarananda artıq böyüyür və böyüdükcə bağırsağın sıxılmasına, eyni zamanda sinirlərin sıxılmasına gətirib çıxarır ki, bu da çanaqdan aşağı orqanlarda, yəni ağrıların əmələ gəlməsinə, əzələ ağrısının yaranmasına, eyni zamanda oynaqlarda ağrının meydana gəlməsinə şərait yaradır. Və bu CD prosesinin qoşulması və CD ifrazının pozulması, tez-tez CD getmə və CD ifrazında deməli bəzi vaxt ağrılı CD getmə, eyni zamanda iltihabı proses qoşulmasının irili CD getmələr və gecə CD getmələr sayının çoxalması və xəstələrin narahat edən, xəstələrin yuxusunu pozan, deməli az miqdarda CD yığıldıqda belə hətta CD getmə və bəzi vaxt hətta CD getmənin qarşısının alınması, yəni xəstə CD getmək istəyir və gedir, tam gedə bilmir. Ona görə ki, prostatda böyümə gedir, artıq o CD kisəsini demək olar ki, tam sıxır və CD kisəsinin tam boşalması olmadığı üçün artıq xəstələr daimi olaraq narahatçılıqda qalır. Və hətta CD getdikdən sonra belə xəstədə narahatçılıq olur. Və bəzi vaxt CD gedir və CD gelir, yəni geri qaydanda CD ki, tam CD qurtarmıyor. Ona görə də bu məsələnin bu qədər yəni çətinliyi xəstələrin demək olar ki, bütün əhval-ruhiyyəsini pozur və eyni zamanda onlarda tam yorğunluq, əsəbilik, gərginlik yaradır və xəstə özünü daimi olaraq narahat hiss edir. Eyni zamanda xəstələrdə xroniki prostatit yarananda aşağı ətraflarda baş verən ağrıların yaranması və sinir sistemində olan sıxılmalar artıq xəstənin hətta hərəkət etməsinə, onun deməli yerinə qalxıb hərəkət etməsinə belə şərait yaratmır. Bundan başqa, yəni dediyimiz kimi prostat düz bağırsağın ön hissəsində yerləşir. Onun böyüməsi daha çox düz bağırsaq tərəfdə təmas edir. Və düz bağırsaq təmas etdikdə artıq deməli xəstələrdə defekasiya aktının pozulmasına və xroniki kolitin inkişaf etməsinə şərait yaranır. Eyni zamanda bağırsaqlarda ağrılar meydana gəlir və xəstələr demək olar ki, xroniki prostat olan insanlar belə hesab edir ki, belə həmişə hiss edirlər ki, onlar deməli defekasiya aktını həyata keçirdikdə prostatda şirə yaranır və o şirənin ifraz olunması onları narahat edir. Ona görə də burada digər bir məsələ isə ondan ibarət ki, ümumiyyətlə sinir sistemində gedən dəyişiklik əsasında deməli yuxunun pozulması, əsəbilik, gərginlik, halsızlıq, ürək döyüntülərinin olması, bəzi vaxt xəstələrdə adi bir məsələyə, adi bir zəngə qarşı, adi bir sözə qarşı çox böyük həyəcan yaranır və həyəcanlanmış vəziyyətdə özünü hiss edirlər və xəstələrdə xroniki yorğunluq sindromu özünü göstərir. Bundan başqa deməli mədə bağırsaq sistemində pozulma gedir, öd kisəsində durğunluğun yaranması, eyni zamanda deməli öd ifrazının azalması nəticəsində deməli meteorizm yaranır ki, artıq deməli ki, qidalar axıra qədər tam parçalanmır və bunun nəticəsində köp yaranır və xəstələr özlərini çox narahat edirlər. Ona görə də digər bir mühüm məsələ isə deməli gözün konjüktivasında yaranan məsələ ki, bu da artıq deməli iltihabı prosesin təsiri nəticəsində konjüktivin yaranmasına, eyni zamanda hətta xəstələrdə yəni prostatitdən sonra qulaqda problem yarana bilər, eyni zamanda əzələ sistemində, eyni zamanda hətta saçın tökülməsinə qədər gətirib bu məsələ yəni çıxara bilər. Ona görə də xroniki prostatitdə olan insanlarda ümumiyyətlə belə götürdə çox böyük bir dözümsüzlük yaranır və immunitetin zəifləməsi nəticəsində xəstəliyin deməli gedişatının pozulması özünü göstərir. Ona görə də xroniki prostatitdə olan insanlar həmişə bir məsələni
yaddan çıxarmamaq ki, onlar vaxtında və düzgün ünvana müraciət etməsə və prostatı törədən səbəblər aradan qalxmasa, artıq o proses get-gedə daha da dərinləşəcək və xəstələrdə demək ki, astenik sindromun yaranmasına və eyni zamanda xəstənin özünü narahat hiss etməsinə, özünü yorğun hiss etməsinə və xəstənin müqavimətin aşağı düşməsinə, iş qabiliyyətinin aşağı düşməsinə və ailədə cəmiyyət özünü aparmağa, yəni onların harasa təması qurması, eyni zamanda diyaloqa girməsi çox çətinlik törədir. Və bütün bu məsələlərin hər birinin araşdırdıqda biz görürük ki, əlbəttə ki, xroniki prostat olan insanlara vaxtında və düzgün müalicə lazımdır. Eyni zamanda xroniki prostatın yaranmasında ən böyük faktorlardan biri oturaq həyat tərzidir. Yəni oturaq həyat tərzindən məşğul olan insanlarda xroniki prostatit inkişaf edir və o demək ki, daha da ağırlaşır. Ona görə ki, kiçik çanaqda yerli qan dövranının pozulması və qanda və limfa sistemində əmələ gələn durğunluq ümumi, yəni sistemi pozur və prostatın fəaliyyətinin funksiyasını pozur. Bundan başqa oturaq həyat tərzindən daha çox yəni sürücülər məşğul olur, idarə rəhbərlər, eyni zamanda son dövrdə kompüter arxasında əyləşən insanlarda bu xroniki prostatin yaranması əlamətləri get-gedə artır və xroniki prostatin yaranmasında artıq yaş demək ki, cavanlaşmağa doğru gedir. Yəni əvvəllər tutaq ki, xroniki prostatla insanlar bir qədər gec yaşlarda müraciət edirsə, hal-hazırda erkən yaşlarda artıq xroniki prostatin məsələ gəlir ki, bu da son fəsadı kimi, son nəticə kimi yəni gətirib çıxar deməli cinsi zəifliyə və sonsuzluğa. Ona görə ki, yəni xroniki prostat yaranan insanlarda bir məsələni bilməli və prostatın özündə həm testosteron aktivləşməsi gedir, həm də prostatdan ingibin fermenti ifraz olunur ki, bu da artıq həm sonsuzluğa görə, eyni zamanda cinsi məsələlərə görə cavabları daşıyan yəni hissələri tam tənziminin pozulmasını işarətini yaradır. Və eyni zamanda xroniki prostatda olan insanlarda prostat şirəsinin ifrazının pozulması və onun deməli, hardasa prostat şirəsi asinuslarda ifraz olunur və eyni zamanda onun A bakteriya xarakterinin dəyişilməsi və digər bir məsələdə spermatozoidlərin tərkibindəki prostat şirəsinin miqdarının azalmasına və spermatozoidlərin zədələnməsinə və patoloji spermatozoidlərin yaranmasına şərait yaradır. Ona görə də bütün bu məsələnin hər birini araşdırdıqda biz görürük ki, xroniki prostatda olan insanlarda olan problemin aradan qaldırılması və vaxtında və düzgün aradan qaldırılması çox vacib şərtdir və bu insanın ümumi sağlamlığına xidmət edən bir məsələdir. Və prostatin ümumiyyətcə son fəsadı kimi həmişə biz onu görürük ki, yəni yəqin ki, Elnur həkim də indi müəyyən qədər bu məsələ haqqında danışacaq. Yəni haradasa xroniki prostatiti olan insanlarda hardasa böyüməni, sərtləşməni getməsi, ümumiyyətcə bütün prostatın funksiyasının pozulmasına gətirib çıxarır və bu da bəzi vaxtda, yəni bilirsiniz, bəzi xəstəliklərin yaranması, hətta onun inkişaf etməsi ilə yəni, qarışdırılır və xəstələrə vaxtında və düzgün məlumat verilmir. Amma biz klinikada məsələn prostatın müayinəsində, ultrasəs müayinəsində artıq prostatın hansı hissələrində baş verən dəyişiklik, eyni zamanda prostatın spesifik antigenin yoxlanmasına müəyyənləşdirir ki, bu şişin yaranması var, yoxsa yoxdur, şiş toxumasına meyilli var, yoxsa onu müəyyənləşdirir və xəstələrə düzgün istiqamət veririk. Bütün bu məsələlər haqqında yəqin ki, Elnur həkimin bir fikri var. Buyurun, siz də eşidəm. Prostat vəzinin böyüməsinin, hiperplaziyasının və xroniki prostatitin yaranmasında infeksiyon faktorunun, durğunluğun hər birinin ayrı-ayrılıqda rolu var və mənim demək istədiyim, dəfələrlə söyləmişik ki, xroniki prostatitə bir qədər diaqnoz kimi adi baxmaq lazım deyil. Birincisi, prostat vəzinin doktor da söylədi, təkcə ultrasəs müayinəsi, bəli, ultrasəs müayinəsi bugün prostat vəzinin müayinəsində diaqnostikasında əvəz olunmaz bir vasitədir, bir müayinə üsuludur. Amma xroniki prostatitin, bayaq da doktorun söylədiyim kimi, strukturunda olan dəyişikliklər, əgər burada fibrozlaşma varsa, kalsinatlar varsa, ümumilikdə böyümə varsa və uroloji müayinə vaxtı bir sərtlik varsa, sadəcə olaraq bir dənə də ölçülərində bir yazılır, bir qədər böyüyüb və xroniki prostatitdir, bu hər kəsdə var deyib gözləmək lazım deyil. Sadəcə olaraq orada həm prostat spesifik antigeninin yoxlanılması və həmin fibrozlaşmada qan dövranının bərpa olunması mütləq vacib məsələlərdən biridir. Çünki həmin prostat vəzidir ki, bu günlər doktorun da söylediyi kimi prostat vəzinin böyüməsinin yaş dövrü də azalıb. Məsələn, əvvəllər bu daha yuxarı yaşlarda rast gəlinirdisə, bu da oturaqlıq həyatından, ən çox da şəhərdə yaşayan insanlarda bu hal daha tez-tez rast gəlinir. Və ikinci bir məsələ infeksiyon faktor, bəli, mütləqdir və çünki həmin infeksiyon faktor yoluxmuş bir infeksiyaların vaxtında aparılmadığı müalicələr məhz biz dəfələrlə söyləmişik və şahid olmuşuq. Doktor, çox üzr istəyirəm, biz reklamlara ayrılmalıyıq. Qısa reklam blokundan sonra bizə baxmağa davam edin.
Davam edirik mənim məzlərim. Sizin səhətə baxırsınız. Bir də xatırladıram, yeni qoşulan tamaşaçılar üçün studiyamızın qonaqları Dr. Can Polat Klinikanın rəhbər müavini Hidayət doktordur, terapevt androloq və rəhbər müavini uroloq androloq Elnur doktordur. Mövzumuz xroniki prostatitlər və kişi sonsuzluğu. Buyurun doktor. Xroniki prostatitin bugün əlamətləri kimi cavan insanlarda, məsələn, faiz düşüklüyündən əziyyət çəkən insanlarda hansı ki söylüyor, hüceyrələrin sayı azdır, ümumi eykulyatın həcmi azdır və ümumilikdə götürdükdə iltihablaşması ən vacib məsələlərdən biri bugünkü gün prostat vəzi rol oynayır və ağır nəticələrini görürük. Çünki həm fibrozlaşmış xroniki prostatiti müalicə etmək bir qədər çətindir. Çünki fizioterapiyasız bəzən bu işlər mümkünsüz olur. Çünki dəfələrlə dərman preparatlarının təkrarlanması, fibroz uzaqların dağıdılması, kalsinatlarla aparılan işlər, bunlar uzun müalicə hesabına başa gəlir. Və buna görə də niyə məhz Can Polat klinikasını seçə bilərlər? Çünki bizdə həmişə söyləmişik ki, sizlər də bilirsiniz, yüksək səviyyədə olan avadanlıqlarımız var. Məhz xroniki prostatitin müalicəsində həm düz bağırsaqdan daxil olmaqla, qıcıqlandırmaqla qan dövranını sürətləndirməyə atılmış addımlar, aparılan müalicələr və yaxud göbəyaltı nahiyədən təsir etməklə və bu işləri görürük və nəticəmiz də var. Və nə vaxt prostat vəzinin insanların bir dəfələrlə söyləmişik, qorxudan məqam prostat vəzinin adenomasından əməliyyat olunmamaları və qorxu hissinin olması ki, ola bilər ki, ümumiyyətlə sidik ifrazında problemlər yaransın. Bəli, əgər burada söhbət, onu biz androloqlar təyin edirik, hansı prostat vəzi müalicəyə tabi olar, hansı prostat vəzi artıq əməliyyatlıqdır və əməliyyata getdikdən sonra bir mənalı şəkildə insanlar bilsinlər ki, bu ən çox yaşlı insanlarda olur və bəzən də bunlarda qorxu hissinin olması ki, və ondan sonra tamamilə məndə zəiflik yaranar və hər vaxt biz də söyləyirik, prostat vəzi əməliyyatı vaxtı tam götürülmür və o vaxt tam əməliyyat olunur ki, prostat vəzi tam bütövlükdə götürülür ki, orada bir şiş hüceyrələri ola bilər və ümumi fonda şişə meyillilik ola bilər ki, və bu vaxtı prostat vəzi tam götürülməlidir. Və tam götürülmədiyi üçün, vəzinin müəyyən bir hissəsi çalışdığı üçün müxtəlif dərman preparatları və fizioterapiyanın köməkliyi ilə mümkün qədər o insanlara cinsi fəaliyyətini bərpa etmək üçün yardımcı ola bilirik. Amma əfsuslar olsun ki, belə insanların sayı çoxdur və müraciət eləyir, illər keçib, dəfələrlə olub. İndiyə kimi xroniki prostatit ultrasəs müayinəsi keçməklə kifayətlənir və vaxt vədə gəlib yetişib, prostat vəzi həddindən artıq böyükdür və burada artıq, məsələn, 10 il bundan qabaq əgər bu fibrozlaşma, bu kalsinatları vaxtında aşkarlansaydı, müalicələr verilsəydi, bəlkə də onun bugünkü gün xərçəng xəstəliyinə tutulma riski az olardı və bəzən də olmazdı. Və baxılmamazlıq, mən belə söyləyərdim, prostat vəzi olunmayan qulluq və öz fonunda gətirib, bu vəziyyətə gətirib çıxardır ki, bizim də artıq başqa görəcəyimiz bir iş olmur. Və bütün bunları qarşısını almaqdan ötürü həmişə söyləmişik ki, tibbi profilaktik müayinə vacib məsələlərdən biridir. Bəs hansı profilaktik tədbirlər görməkdən ötürü bizcə heç olmasa 45 yaşından yuxarı, 40 yaşından yuxarı kişilərdə təkcə ultrasəslə kifayətlənməsinlər. Mütləq burada onkomarkerlərin yoxlanması, bayaq prostatit spesifik antigenini söylədik və yaxud xayalarda əgər kiçilmə varsa və yaxud orada epidermis şiş düyünlər aşkarlanırsa, bunların mütləq nə mənşəli olması araşdırılmalıdır. Kistoz düyünlər varsa bu hadi bir, yəni hər bir şey ayrı-ayrılıqda yoxlanmalıdır və check-up müayinəni biz hər zaman klinik olaraq məsləhət görmüşük, çünki həm qiymətlərinə görə, həm də ümumi müayinəyə görə keçə bilərlər. Check-up müayinə nə verir ki? Check-up müayinə şəkər fonunda yaranan cinsi zəiflik və ya vaxtında aşkarlanmış bir problemi vaxtında da müalicə etmək. Məsələn, 24-25 yaşı oğlan var, 4 il, 5 il sonra fikirləşir ailə qurmaq və bugünkü gün faiz xroniki prostatitdən əziyyət çəkir və yaxud prostat vəzidə toxum hissəciklərində, epididimitdə xaya artımında oturan bir infeksion xəstəlikdən əziyyət çəkir
vaxtında bunu aşkarlandıqda vaxtımız da var bu insanla üzr istəyirəm, müalicə etmək, məşğul olmaq və nəticəsini də görəcək. Amma elə olur ki, bizdə ümumiyyətlə İdayət doktoru da barışar bizlə, toy, ailə qurmaq istəyən gənclərimizin çox vaxtı olur ki, maksimum bir ay vaxtları olur. Və hər şey vaxt vədə yetişib, sadəcə olaraq ya bir həftə qalıb ki, bircə spermoqramma verim, görüm vəziyyət nədərdir. Və o spermoqram belə. Yəni, ümumiyyətlə, məzun olmaq, yəni aktiv həyat tərzi keçirmək, eyni zamanda xəstə özündə nəyəsə bir narahatçılıq hiss edəndə bunu vaxtında və düzgün ünvana müraciət etməsi vacib şərtdir. Çünki aparılan müalicətdə ki, əgər infeksiyon prosesi vaxtında müalicə olunsa, xroniki prosesin yaranmasının digər bir şərait qalmır. Eyni zamanda xəstə özündə olan problemi, yəni sabaha salmaqla, yəni vəziyyət daha da ağırlaşır. Ona görə də bütün bu məsələlərdən başqa, eyni zamanda xəstədə hansısa bir problem yaranırsa, onu yəni narahat etməlidir. O başa düşmək, yəni insan orqanizminin geri qaytarmaq, bərpa eləmək çox çətin məsələdir. Və biz burada əsasən yəni rastlaşdığımız məsələlərdən biri, həkim dedi, Elnur həkim dediyi kimi, cinsi zəiflik sonsuzluq məsələsi olur. Eyni zamanda xəstələrdə prostatın artıq adenoması və prostatın hiperplaziyası yarananda demək çox xəstələr rastlaşa bilirik. Xroniki prostatı olan insanlar daha çox gizlənmək sevirlər. Onlar bilirsiniz, yəni cəmiyyət arasına çıxmağı və özlərinin dərdini demək, elə sebək, yəni tək elə dərd bunlardadır, başqa adam yoxdur. Amma bu belə deyil, yəni bu problem çox adamda var və hər bir insan vaxtında və düzgün müayinə olunmalıdır və müalicə olunmalıdır. Və burada dediyimiz kimi, yəni ümumiyyətlə xroniki prostatin deməli törədən səbəblərdən, eyni zamanda xroniki prostatin son fəsadlarından biri əsasən kişilərdə yaranan sonsuzluq problemidir. Və kişilərdə yaranan sonsuzluq məsələsində biz o mənada diqqətlə yanaşmalıyıq ki, ümumiyyətlə kişi cinsiyyət sistemində yaranan problemlər, eyni zamanda ümumi orqanizmdə baş verən dəyişikliklər demək ki, kişi sonsuzluğun yaranması üçün təkan verir. Və bunu ilk dövrdən, hətta dünyaya uşaq gəlməmişdən belə biz yəni tam araşdırmalıyıq, vaxtında müayinə etməliyik. Allah şükür, yəni bu dəqiqə elm elə səviyyəyə gəlib çatıb ki, hər bir məsələni yəni xırda toxumlara qədər araşdırma mümkündür. Onu araşdırıb, yəni törədən səbəbləri aradan qaldırmanın bu problemdə xilas olmaq olar. Necə ki, kişi sonsuzluğu haqqında biz bugün danışanda, yenə deyirəm, infeksiyon rolu, burada varikoselin yaranması, eyni zamanda kriptorxizmin yaranması, eyni zamanda uşaqlıq vaxtında keçirilən bəzi infeksiyon xəstəliklər, qulaq debi kimya və digər zoonoz xəstəliklərin təsir nəticəsində yaranan sonsuzluq, kişi sonsuzluğu səbəbləri vaxtında araşdırıla bilər, vaxtında aradan qaldırıla bilər ki, həm insanlarda bu problem gələcəkdə onlar üçün böyük bir çətinlik törətməsin. Amma biz bunu vaxtında araşdırmadığımızda və yaxud da səhnəkar yanaşıqda və yaxud da ki, ümumi tibbi baxışdan yayındıqda, bilirsiniz, yəni insan heç olmasa ildə bir dəfə, 2 ildən bir ümumi, yəni səbəbsiz surətdə yoxlanmalıdır, müayinə olmaq. Yəni bunda hansı proses gedir? Həmin yoxlama zamanı çox vaxtı onda yaranan defektlər aşkar olunur və o məsələ aradan qaldırır. Bu, ümumiyyətlə tibb elmi qarşısında ən böyük problemlərdən biri o ki, profilaktik baxışlar azdır. Yəni profilaktik baxışların olması və onun vaxtında həyata keçirilməsi xəstəlik mərhələsinə gəlib çatmadan onu aradan qaldırmağa, eyni zamanda sağlamlığı bərpa etmək kömək edir. Çünki bilirsiniz, profilaktik baxış vaxtı əgər ilkin mərhələdə hansısa bir xəstəlik aşkar olunsa, onu tam fəsadsız aradan qaldırmaq mümkündür. Amma artıq xəstəlik başlayıbsa və onun gedişatı davam edirsə və xəstədə bunu aradan qaldırması problemi həm vaxt alır, həm uzun olur, həm də ki, fəsadsız qurtarmaq mümkün deyil. Ona görə də, məsələn, burada kişi sonsuzluğunu yaradan səbəblərdən, yəni biz danışanda, məsələn, götürək bir dənə kriptorxizm haqqında danışaq. Yəni, kriptorxizm uşaqlarda, uşaq dövründə, yəni xaya gəlib, yəni hamilənin son aylarında gəlib yerinə düşməlidir. Əgər uşaq dünyaya gələndən sonra, əgər xayalıqda deyilsə, artıq valideyn narahat olunmalıdır. Uzağa başı 5-10 gün o yerinə düşməlidir. Ona görə də həmin uşaqların müayinəsi və müayinə olunması, onlarda yaranan bu problemin həll olunması gələcəkdə çox böyük fəsadların qarşısında. Çünki bilirsiniz, xaya yerində olmadıqda artıq atrofiya uğrayır və öz funksiyasını yerinə yetirmədə həm cinsi zəiflik, həm sonsuzluq, həm astenik sindrom, həm xəstələrdə immunitetin zəiflənməsi və buna görə də dözümsüzlük yaranması, ümumiyyətlə həyatın tam demək ki, dəyişilməsi və anormal bir vəziyyətin yaranmasını gətirib çıxarır. Ona görə də kriptorxizm məsələsində biz diqqətlə yanaşmalıyıq ki, həm də bəzi mütəxəssislər, bəzi cərrahlar, belə deyək ki, yəni xəstə əlinə düşən kimi bunu araşdırmadan, yəni vaxtında müəyyən olmadan və bunun səbəbini müəyyən etmədən əməliyyata gedirlər. Yəqin ki, indi bu səbəblər haqqında yenə Elnur həkim məlumat verəcək. Yəni kriptorxizmin yaranmasında səbəblər var. Ya burada hormonal səbəbdir, ya başqa səbəb. Bunu biz vaxtında araşdırmalıyıq. Üstə götürdükdə həm kriptorxizm doktor gözəl söylədi, həm də vaxtında, cavan vaxtlarında və ya hərbi xidmətdə dəfələrlə şahidi olmuşuq ki, baxın, uşaq hərbi xidmətdədir
və qan dövranının sürətinin artması, çanaq boşluğunda artması gətirib varikoz genişlənməyə səbəb olur. Və həmin əməliyyatın olunmasında da məqsəd xəstə ağrılar itsin və xəstə normal hərbi xidmətini davam etdirsin. Eləcə də kriptarxizmdə həmin vaxtı xayaların salınması insan, valideyn öz işinin bitmiş sayır ki, saldım, bunu etdim. Amma bunu bir peşəkarlar söyləməlidir. Və istər qulaq dibi xəstəliyini biz dəfələrlə demişik ki, ağrını, temperaturu salmaq yox, birbaşa androloqa qaçmaq lazımdır ki, bunun fəsadları gələcəkdə olar. Elə yaş dövrü olur ki, valideynlər onun gələcəyini, övladının o məsələsini hələ fikirləşmək istəmir. Yəni, övlad sahibi olacaq, necə olar, düşər, hələ tezdir o haqda fikirləşmək. Amma vaxt gəlib keçir və həmin vaxt gəlir ki, uşaqlar problemlə üzləşib. Və varikoçelin əməliyyat olunmasını biz dəfələrlə klinik olaraq demişik. Bunu mütləq və mütləq androloji müayinədən sonra qərar vermək lazımdır. Əgər demişik, kiçilmə varsa xayalarda, temperatur həddindən artıbsa və ümumilikdə götürdükdə hormonlarda bir dəyişiklik varsa, bəli, bu əməliyyat olunmalıdır və əməliyyatdan sonra da nələr olunmalıdır, onu da söyləmişik ki, bunlar mütləq androloji klinikalarda bərpa edici kurslar keçməli, dərman preparatları almalıdır ki, bu problem həll olunsun və varikoçel ümumiyyətlə 10% halda sonsuzluğa səbəb ola bilər və sonsuzluğa, amma bizdə həddindən artıq çoxdur, bu əməliyyatlar olunur. İkinci bir məsələ, ən vacib məsələlərdən biri, bəli, kriptarxizmdir. Dəfələrlə şahidi oluruq, gəlir, müraciət eləyir, 19 yaşında olan uşaqdır, 45-50 kiloqramdan artıq çəki, bəzən də 80-a yaxın, 90-a yaxın çəki ilə müraciət eləyir və həddindən artıq piyin olması və valideynin də bir qədər uşağına bunu düşməncəsinə yanaşmaq istəmir ki, bunu yemək konkret və dietik qaydalara riayət olunmur. Və həmin uşaqlarda gələcəkdə ciddi problemlər yaranır. Və həm də kriptarxizmlə paralel olaraq testosteronun miqdarının azalması, onsuz da yarım keçirici kriptarxizmdən mən danışıram, hansı ki kanalda xayalar. Amma həddindən artıq piyin olması orada qan dövranının olmamasına səbəb olub ki, və bu da xayalarını inkişafdan saxlayıb. Amma ümumilikdə kriptarxizm həm qası biz dəfələrlə əvvəllər söylüyorduk, indi artıq klinikamızda bəhrəsini gördüyümüz onlarca, yüzlərcə xəstə var ki, hansı ki əməliyyatsız aşağı 1/3 verilib, tam yerinə xayalar düşüb, hər şey qaydasında və yaxud ölçülərinin böyüdülməsi. Xayanın anatomik cəhətdən qorunması şərt deyil. Xayanın funksiyasının saxlanması da vacibdir. Yəni bilirsiniz, əgər cərrahi əməliyyata gedilirsə, artıq onun anatomik cəhətdən gətirib yerinə qoyurlar. Bu da onun funksiyasının pozulmasını yaradır. Ona görə də biz buna yəni səbəb olan faktoru araşdırırıq, eyni zamanda ona qarşı müalicə gedir və əksərən xaya gəlib öz yerinə düşür. Əgər bu xaya gəlib yerinə düşmürsə, artıq burada cərrahi əməliyyata gedir. Ona görə də cərrahi əməliyyata birbaşa getirdə, çünki ola bilsin bunun qaytanı balacadır, ola bilsin yəni xayada hansısa bir hormonun çatışmamazlığı gedir. Burada hipergonadizm ola bilər, yəni ola bilsin ki, hardasa o qonad hormonlarının miqdarında artıqlı gedə bilər və yaxud onun azalması ola bilər. Ona görə də bu xayaların tam inkişafdan qalmasına gətirib çıxarır ki, bu da funksiyanın pozulmasını yaradır. Bəli. Biz bunları bərpa edəndən sonra yəni lazım olsa cərrahi əməliyyata gedilməlidir. Və cərrahi əməliyyatla da doktorun söylədiyi kimi iş bitmir və bundan sonra da biz dəfələrlə söyləmişik ki, 14-15 yaşına qədər ikinci cinsi əlamətlər meydana çıxana kimi, hüceyrələrinin sayana kimi ki, bunda yaş dövrünə uyğun kişi cinsi hüceyrələrin sayı var və ondan artıq bu insanı valideyninə təhvil verir ki, bundan iş qurtardır. Biz əməliyyatdan sonra nələr etməli bilər? Əməliyyatdan sonra... Çünki siz dediniz ki, bununla bitmir, düzdür mü? Bəli, bununla bitmir. Əməliyyat başa çatandan sonra o demək ki, xəstə, yəni bizim nəzarətimizdə qalır, orada artıq funksiya yoxlanır, xaya fəaliyyətdədirmi? Fəaliyyət göstərir mi? Eyni zamanda bu travmalı mı? Burada ikinci infeksiya daxil olub olmayıb. Eyni zamanda xayanın hansı formada inkişaf etməsi bizim nəzarətimizdə olur və buna ayda bir dəfə, 2 ayda bir yəni nəzarət olunur. Eyni zamanda hormonların yoxlaması həyata keçirilir və bütün bu məsələlər vaxtında müəyyənləşir ki, xəstənin gedişatında hansısa bir dəyişiklik var, hansısa bir anomaliya var və ona uyğun da müalicə planı tərtib olunur və həmin məsələ bərpa olunur ki, xaya tam fəaliyyətdə olsun. Çünki xayanın fəaliyyətdən qalması dediyimiz kimi burada əsasən yenə cinsi cəhətinin yaranmasını gətirib çıxaracaq. Çünki testosteron istehsal olunan yeri xayadır. Eyni zamanda burada yəni spermatozoid prosesinin pozulması, spermatogenezin pozulması nəticəsində gələcəkdə sonsuzluğun yaranması üçün bünövrə qoyulur. Və bütün bu məsələlərin hər birinin araşdırılması, hər birinin vaxtında
düzgün təyin olunması bu problemlərdən yayınmağa gətirib çıxarır. Ona görə də kriptarxizm olan insanlarda və bilinməlidir. Ola bilsin bəlkə heç xayada bir problem yoxdur, bəlkə yolda bir darlıq var. Ola bilsin ki, hansısa bir infeksiyon prosesi keçirilib, o prosesi vaxtında arada qaldırmalıdır. Və ola da bilər ki, yəni xayanın ümumiyyətcə Elnur həkim dediyi kimi hansı 3-də 1-də yerləşməsi də vacib şərtdir. Və eyni zamanda bu həqiqi yoxsa yalancı kriptarxizmdir. Bunu vaxtında müəyyənləşdirmək ola bilsin ki, yəni xaya özü qaydasındadır, prosto o sadəcə orada yəni harasa yolda genlik var və ona görə də hərəkət baş verir. Artıq o vaxtı cərrahi əməliyyatda biz müraciət etməyə Çox üzr istəyirəm. Biz reklamlara ayrılırıq. Reklamlardan sonra yenidən buradayıq. Davam edirik mənim əzizlərim. İndi isə biz kişi sonsuzluğundan danışacağıq. Daha doğrusu Hidayət doktor və Elnur doktor sizə məlumat verəcək. Amma mən bir də xatırlatmaq istəyirəm ki, mənim əzizlərim Doktor Can Polad klinikasına öz sağlamlığınızı etibar edə bilərsiniz. Hələ ki, klinika Təzə Bazarın arxasında yerləşir və öz pasiyentlərini məhz orada qəbul edir. Amma inşallah gələn aydan onlar gözəl bir binada fəaliyyətlərini davam etdirəcəklər. Bakıxanov qəsəbəsində, keçmiş Razin qəsəbəsində və düz Razin Talkuçkasının üzbəyüzdə deyilinə görə bu bina yerləşir və hər birinizi o klinikaya dəvət edəcəyi təbii ki, böyük məmnuniyyətlə və efir vasitəsilə onlar o klinikaya keçəndən sonra daha ətraflı məlumat da verəcəyi sizə və 6929 anonim telefon xidməti də unutmayın. Əgər siz 050 və 051 abunəçilərisinizsə, məhz bu nömrəni yığıb sağlamlığınızda olan problemlərinizlə Doktor Can Poladla bölüşə bilərsiniz. Psixoloji dəstəyə belə ehtiyacınız varsa, mənim əzizlərim, məhz o nömrəni yığa bilərsiniz. Və klinika haqda daha ətraflı məlumatları təbii ki, internet saytlarından da əldə edə bilərsiniz. drcanpolad.az saytından və yaxud sadəcə olaraq Facebook səhifələrini bəyənə bilərsiniz. Buyurun Hidayət doktor, sözü sizə verirəm. Deməli, biz ümumiyyətcə kriptarxizm haqqında danışanda ümumiyyətcə mövzunu belə yekunlaşa bilər ki, hər bir insan, yəni kriptarxizm əsasən uşaqlarda olur, oğlan uşaqlarında. Bəli. Deməli, gələcək cinsi zəifliyin və sonsuzun bünövrəsi uşaq vaxtında qoyulur. Və bu uşaqlarında kimisə yardımına ehtiyac var. Əlbəttə. Ona görə də ətrafdakı insanlar, yəni yaşlı insanlar, yəni valideynlər, müəllimlər, eyni zamanda onunla təmas olan insanlar bu uşaqların yəni sağlamlığına biganə yanaşmasınlar və onların vaxtında heç olmasa bir dəfə, iki dəfə həkim androloq müayinəsinə getsin ki, onların yəni bu problemi vaxtında aradan qaldırılsın. Uşaqlardan danışırsınız deyə mən də istərdim qoşulan bu mövzuya. Oğlan uşaqlarında qulaq dibi xəstəliyi olarkən valideynlər daha çox pediatra müraciət edirlər. Bu düzgündür, doktor? Düzgündür. Nəyə görə? Ona görə ki, yəni burada əlbəttə bu uşaqdır və pediatronu müalicə etməlidir. Amma həmin dövrdə həkim məsləhətçi kimi həkim androloqlardan istifadə olmalı ki, əgər orxit yaranıbsa, artıq burada kəskin orxit əlaməti varsa, o məsələnin aradan qaldırmasında əlbəttə ki, androloqlar iştirak etməlidir və gələcək bu problemin aradan qaldırmasına kömək göstərir. Və elə olur ki, hətta uşaq yaşlarında yox, bu 18-19 yaşında belə qulaq dibi xəstəliyi keçirdə bilir. Və həmin vaxtı da sadəcə olaraq temperaturu götürmək, mən bayaq o məsələyə toxundum, həm də şişi azaltmaq deyil, bəli, o yaşlarda ən çox xayalarda orxid əmələ gəlir və yəni xayaların həddindən artıq böyüməsi, ümumiyyətlə spermatogenez prosesinin dayanmasına gətirib çıxarda bilər və biz dəfələrlə bunu görmüşük və buna görə də vaxtında əgər bu varsa müraciət eləməlidir. Amma bircə dəfə həyatda keçirdilər də, düzdürmü? Yoxsa ola bilərmi ki, həm uşaq yaşında olsun, həm 19 yaşında yerləşsin? Bir dəfə olur, amma ki, yəni o heç vaxt özündən sonra dayanıqlı immunitet saxlamır. O mümkündür. Və kişi sonsunun yaranmasında ümumiyyətlə, yəni digər məsələ haqqında məlumat verirsiniz ki, burada biz eyni zamanda kriptarxizmdən sonra əlbəttə ki, varikosel haqqında da biraz geniş məlumat verməliyik. Eyni zamanda biz bilməliyik, yəni kişi sonsuzluğu, ümumiyyətlə sonsuzluğun demək olar ki, harasa 45-50%-nə qədərini əhatə edir. Yəni biz bunu bilməliyik. Eyni zamanda kişi sonsuzluğun yaranmasında, kişi sonsuzluğun deməli iştirak etməsində bir qədər yəni kişilərin məsuliyyətsizliyi də var. Burada yəni kişilər daha məsuliyyətli olmalıdır, daha da yəni bu işə biganə yanaşmaq. Kişiləri bir qədər tibbi müayinə cəlb etmək çətindir.
Və digər bir məsələ haqqında da, yəni yəqin ki, varikosel haqqında da Elnur həkim geniş məlumat verəcək. Varikoseli olan insanlar eyni zamanda immunitet xarakterli deməli, immun pozğunluğu nəticəsində yaranan deməli sonsuzluq var. Eyni zamanda xəstələrdə olur ki, anadan gəlmə travma nəticəsində yəni ardınsa sonsuzluq problem yarar. Bütün bunların hər birinin araşdırılması və vaxtında bu problemlərdən qaldırılması vacib şərtdir. Sonsuzluğun bir qədər biz söylüyoruz ki, illərinin artmasında hər kəsin günahı var. İnsanların özlərinin də günahı var. Çünki bir il yarım ən azı elə olur ki, cütlük şəklində müalicələr olunmur. Və bu müalicələrdə də doktorun da söylədiyi kimi kişilər özlərini bir tərəf tuturlar. Və hər səbəb kimi birinci qızı yoxlanılır. Və ən sonda artıq il yarım, 2 il keçdikdən sonra nəticə olmadıqda, xanımın müalicəsi nəticəsi yoxdursa, ondan sonra vaxt məqam çatır ki, mən də gedim və il yarım elə olur ki, xırda bir problem olur kişidə və bunun üzündən hamiləlik baş tutmur. Burada sadəcə olaraq yerli əldə gəlmədi, dərman preparatlarını qadına vermək və artıq kişidə problem tapılıb. Kişi müalicə olunanda artıq görürsən ki, qadında hansısa bir dərman fonunda yaranan köklük və yaxud başqa orqanlarda olan problemlər sonsuzluğa səbəb olur. O belə yer dəyişməklə illər gəlir, keçir, hamiləlik baş tutmur. Və kişi sonsuzluğunda ardıcıllıq müəyyən olmalıdır. Təkcə varikoseli bayaq dediyimiz kimi 10% halda sonsuzluğa səbəb ola bilər. Ümumilikdə insanlar bilsinlər. Yəni hər varikoseli əməliyyat elədim, uşaq olmaq deyil, xeyr. Və ikinci bir məsələ, infeksiyon faktor mütləq araşdırılmalıdır. Və indiki halda biz bayaq tibbi profilaktik müayinələrdən danışırıq. Bugünkü gün boru keçiriciliyi ilə nə qədər qızlar, qadınlar var ki, hansı ki müraciət eləyirlər tutulub və bunun başlıca səbəblərindən biri kişinin evə gətirdiyi, daşıdığı infeksiyon xəstəliklərdir ki, hansı ki təmas və bundan sonra da illər keçir, infeksiyon qalxan yollarla uşaqlıq borularının bağlanmasına səbəb olur və infeksiyon faktor. Burada ən vacib məsələlərdən biridir. Anadan gəlmə oğlan uşaqlarında yaranan qüsurları bildik və uşaq vaxtı nevroloji xəstəlikdən əziyyət çəkən uşaqlarda yaranmış endokrin pozğunluqlar, dərman preparatlarının qəbulu və sonda gətirib sonsuzluqla üz-üzə qoyur. Və ən sonda nəticə kimi spermoqramada düzgün aparılmayan nəticələr və hərəkətlilik faizin insanların ümumilikdə bilsinlər, həmişə söyləmişik ki, ümumi say olmalıdır. Hüceyrələrin 1 millilitrdə, ümumi eykuliyyatda bir normativlər var ki, bunlar uyğun olmalıdır. Və o normativlərin, məsələn, millilitrdə 20 milyonun 60% hərəkətli olmalıdır ki, hamiləlik baş tutsun. Dəfələrlə olub ki, 40 milyon, 50 milyon olur, amma hərəkətlilik yoxdur və ümumilikdə biz müayinə etdikdə görürük ki, 5-6 milyon hüceyrəsi var və bu 5-6 milyonun lap belə 100% hərəkətli olsun, hamiləlik problemi yaşayacaq bu insanlar. Və buna görə də bir qədər diqqətli olmaq lazımdır və ardıcıllıqlar, məsələn, cinsi pərizin gözlənilməsi vacib məsələlərdən biridir. Kişi sonsuzluğunda bugün ümumilikdə folikulların yetişməsinə uyğun olaraq hamiləliyin baş tutulması üçün tətbiq olunan günlər düzgün seçilməlidir. Və burada androloq, ginekoloq işi birgə aparılmalıdır ki, hamiləlik baş tutsun və bunu bir mənalı şəkildə və 6-7 ildir hamiləlikdən, sonsuzluqdan əziyyət çəkirlər. Bu sadəcə olaraq qadın folikulun yetişdiyi günləri bilmir və nə zaman normal əlaqədə olmaq lazımdır ki, hamiləlik baş tutsun. Bu günlərin heç birini bilmirlər. Və yaxud cütlük, misal üçün kişi bir klinikada müalicə olunur. Və bunların sonsuzluğun müalicəsində təkcə dərman preparatlarının və digər vasitələrlə müalicə deyir, bir insanları maarifləndirmək ən vacib məsələlərdən biridir və düzgün istiqamət vermək, bunlarla daim danışmaq lazımdır. Stres faktor, ətraf mühitin təsiri, hər biri hamiləliyin baş tutmamasına səbəb ola bilər və bu işləri biz də professionalca görə bilirik və həmkarlarımızla bir yerdə, yəqin də doktor da əlavə eləyəcək. Deməli, kişi sonsuzluğu dediyimiz kimi, ümumi ailə sonsuzluğunun yaranmasında əsas səbəblərdən biridir və kişi sonsuzluğunun aradan qaldırılması üçün, yəni onu həll etmək üçün biz vaxtında əgər kişilər müraciət etsələr, vaxtında ailə müraciət etsə, bunun aradan qaldırılması üçün, yəni biz Doktor Can Polad klinikasında aparılan müalicə sxemi belə ki, yəni biz xəstənin vaxtını çox keçirilməsinə orada razı deyilik. Harasa bu problem uzaq başı 2-3 ay və yaxud da maksimum 4 ay həll olunub qurtarmalıdır. Yəni ilkin xəstə bizə müraciət etdikdə artıq birinci gün o bilir ki,
onda hansı problem var və bu problemi aradan qaldırmaq üçün nə qədər vaxt lazımdır, hansı məsələləri yerinə yetirməlidir və bu müalicənin gedişatında onlar özləri bilirlər ki, yəni tutaq ki, bir həftəyə 10 günə artıq özlərində dəyişiklik hiss edirlər. Ona görə də bu sonsuzluğun yaranması üçün lazım olan faktorları, şəraiti biləndən sonra, onun aradan qaldırması yolu haqqında tam məlumat olan sonra bunu aradan qaldırmaq əlbəttə asan məsələdir. Və eyni zamanda mən demək istəyirəm ki, yəni müalicənin aparılmasında çox böyük yeniliklər əldə olunur ki, yəni burada birincisi törədici səbəb nədir, ona qarşı müalicənin təyin olunması, eyni zamanda burada bərpa edici terapiyanın aparılması, eyni zamanda fizioterapiya ilə birgə müalicənin aparılması bizim işimizi qat-qat yüngülləşdirir. Nəyə görə? Ona görə ki, fizioterapiya üsulları bilirsiniz ki, orqanizmin öz imkanlarını deməli, daha da gücləndirmək və öz imkanları hesabına orqanizmdə baş verən bütün o prosesləri aradan qaldırmağa kömək etmək üçün yönəlmiş bir məsələdir. Və bildiyimiz kimi mikroorqanizm tutaq ki, orqanizmə daxil olmaq hələ xəstəliyin demək olması deməkdir. Deməli, immunitetin aşağı düşməsi və orqanizmin müqavimət qabiliyyətinin azalması lazım ki, infeksiya baş verir, yəni xəstəlik baş versin. Deməli, biz fizioterapiya üsuluna bunun əksini yaradırıq və insan orqanizminin müqavimətini qaldırmaqla, eyni zamanda immuniteti gücləndirməklə, yerli qan dövranı sürətləndirib, limfa dövranını sürətləndirməklə həm deməli, aparılan müalicənin keyfiyyətini artırır, çünki dərman vasitəsinin bilir ki, haradan yeridirsə belə o qana sorulmalıdır və qan vasitəsilə toxumalara çatdırılmalıdır. Onun toxumalara çatdırılmasının deməli, konsentrasiyası çoxalır, eyni zamanda durğunluq aradan qalxanda yerli olaraq, yəni orqanizm öz-özünü daha çox deməli, təmin edə bilir ki, sağlamlığa doğru yönəlsin və burada biz reabilitasyon tədbirləri aparmaqla xəstəlikdə baş verən prosesləri aradan qaldırırıq. Və fizioterapiya üsullarının aparılmasında da müəyyən bir ardıcıllıq olmalıdır. Fizioterapiya üsulları yəni kör-körana aparılmalı deyil. Fizioterapiya üsullarında da yəni hansı fazada, hansı stadiyada, hansı fizioterapevtik aparatdan istifadə olmalıdır, onu dəqiq bilmək lazımdır. Ola bilər ki, yəni infeksiyon prosesi olan dövrdə istilik prosedurlarını xəstəyə verərsən, bu vəziyyət daha da ağırlaşdıra bilər. Və yaxud da ki, xəstədə durğunluq var və eyni zamanda burada varikosel əlamət var və ona kompresiya aparmaqla, onu sorma aparmaqla hardasa bunu daha da çətinləşdirmək, daha da bunu dərinləşdirmək və varikoseli daha da yəni stadiyasını artırmağa yəni yönəlmiş hərəkətlər ola bilər. Və bütün bunların hər biri ardıcıl surətdə və eyni zamanda xəstənin, həkimin özünün inandığı formada, özünün yəni bildiyi formada bunu həyata keçirmək çox vacib şeydir. Çünki burada təcrübənin, eyni zamanda aparılan elmi işlərin çox böyük mühüm əhəmiyyəti var. Çünki biz yenə deyirəm, xəstəni aparırıq, yəni müalicə edirik. Tutaq ki, 10 gün müalicə olundu, ondan sonra yəni toxum hüceyrələrin sayılması, eyni zamanda orqanizmdə baş verən o pozğunların aradan qaldırması üçün lazım olan analizlərin aparılmasından aparırıq, yəni yoxlayırıq, yəni xəstədə müalicə hansı istiqamətə gedir, yəni orqanizm özünü necə aparır və burada orqanizmə gedən dəyişiklik bunun bərpa olunmasına, sağalmasına yardım edir, yoxsa etmir. Ona görə də kişi sonsuzluğu və ümumiyyətlə sonsuzluq çox ağır bir problemdir və bunu aradan qaldırmaq üçün olur ki, yəni belə bir məsələni biz nə qədər üzləşmişik, yəni həkim xəstəni görmədən onu müalicə edir. Yəni xəstə oturub evində tutaq ki, xanım müraciət edir ginekoloqa və ginekoloqa yazanda ki, yoldaşına da bir dənə resept yazmır, o da qəbul etsinlər. Amma həmin ginekoloq xəbəri yoxdur, o kişinin sağlamlığı nə yerdədir, üzr istəyirəm, orqanlar yerindədirmi, orqanda dəyişiklik varmı, hansı bir patologiya var, orada tutaq varikosel varmı, yoxsa yoxdur. Yəni bunun haqqında tam məlumat deyil. Mən doğrudan da hələ dərk edə bilmirəm. Nə formada ola bilər ki, yəni qiyabi surətdə müalicə edilsin. Xəstəni görmədən, onun haqqında məlumat əldə etmədən və eyni zamanda xəstənin o lazım olan orqanlarının, yəni funksiyasını və eyni zamanda anatomik cəhətdən quruluşunu görmədən necə yazmaq olar ki, yəni o müalicə olunacaq. Və ola bilməz ki, yəni tutaq ki, qadında olan tutaq ki, hansısa bir infeksiyon prosesi kişidə olsun. Nəyə görə? Hər bir yenə dediyimiz kimi orqanizmin özünün müdafiə qabiliyyəti var və orqanizm hansı səviyyədə olmasından asılı olaraq demək xəstəlik onun bədəndə qalır və inkişaf edir. Ola bilər ki, həmin infeksiya məsələn qadında qalıb, amma kişi bədəninə keçibsə də o kişi bədəni onu dəf edib və onu yəni demək ki, xəstəlik yaranmır və boş yerə dərman içilməsi nə qədər yəni məntiq uyğundur. Ona görə də biz burada bir qədər ehtiyat olmalı və həkimlər apardığı işdə yəni başa düşməli ki, yəni əsassız yenə xəstəyə müdaxilə etmək və yaxud da əsassız yenə ona müalicənin təyin olması çox yanlış bir fikirdir. Və yaxud da yəni kriptorxizmdə, eyni zamanda varikosədə cərrahların əsassız surətdə xəstələrə cərrahi əməliyyata cəlb etməsi doğrudan da çox ağır nəticələr verir və sonradan onu aradan qaldırmaq həkimlər üçün, yəni bizlər üçün çox çətin olur. Ona görə də əsassız müdaxilələrə ehtiyac yoxdur və xəstələr düzgün ünvana, düzgün həkimlərə müraciət etsinlər.
Təbii ki, sonda da mən bir daha xatırladıram. Klinika Təzə Bazarının arxasında yerləşir mənim əzizlərim və unutmayın ki, bu klinikada həkim qəbulu pulsuzdur. Siz öz sağlamlığınızı bu klinikaya etibar edə bilərsiniz. Bugünlük bu qədər. Sizə təşəkkür edirəm. Minnətdaram. Çox sağ olun. Həm məni, həm bizə baxan tamaşaçıları məlumatlandırdınız. Bunun üçün minnətdaram sizə. Növbəti verişlərimizdə inşallah görüşərik. Sonunda mənim əzizlərim bir təşəkkürüm olacaq. Saç ustama Elnura təşəkkürümü bildirirəm. Elnur əziz xanımlar, Melisa Fitospa Gözəllik Mərkəzində çalışır. Telefon nömrəsi 055-241-14-42. Saçlarınızı uzatmaq istəyirsinizsə və yaxud gözəl kəsim etmək, rənginizi dəyişmək istəyirsiniz, baxın elə mənim kimi. Buyurun, Melisa'ya gəlin. Bugünlük bu qədər. Mən Lalə Mustafayeva sizinlə sağollaşıram. Sağ olun və hər zaman sağlam olun.